Yeni proyektorumuz gəlib. Mən sizə onu TS3 ilə müqayisə edərək göstərmək istəyirəm. Bu ən sevdiyiniz TS3 modelidir. Qiyməti münasib, görüntüsü 4K olan. Bu isə 8K olan yeni modelimizdir. Hansı ki, dərslər üçün elektron lövhə olaraq kursların, məktəblərin ən çox seçdiyi modeldir. Hansı ki, elə bir müştəri olmayıb ki, bunu sınasın və almasın. Görüntüsü göz qabağındadır. 8K-dır, Android sistemdir. Səs keyfiyyəti çox üstündür TS3-dən. Görüntü keyfiyyəti gördüyünüz kimi üstündür. Hər ikisi Android sistemdir, amma bu modelimizin daha geniş funksiyaları var. VGA girişi var məsələn. Hər ikisinə HDMI, yəni kompüterə qoşa bilirsiniz, telefona qoşa bilirsiniz. Sistemləri Androiddir, amma görüntülərində çox böyük fərq var. Bu təbii ki, qiymətə də yansıyır, amma bir dəfəlik bir məhsul almaq istəyirsinizsə, düşünmədən bu yeni modelimizi ala bilərsiniz. Yaxınlaşıb sınamanız da mümkündür. Sinemada isə bu şəkildədir. Bu TS3 modelimiz, bu isə yeni 8K keyfiyyətində olan modelimizdir. Gördüyünüz kimi görüntü keyfiyyətlərində çox fərq var, amma sinema üçün TS3 modelində seçim edə bilərsiniz. İdeal bir şey axtarırsınızsa, təbii ki də göz önündədir fərq. Bu modelimizi, yeni gələn modelimizi əldə edə bilərsiniz. Qeyd edim ki, hər iki modeli bir kart, tam kart və ya tək şəxsiyyətlə kreditlə minimal faizlə əldə etməniz mümkündür.